Bakı Təşəbbüs qrupunun təşkilatçılığı ilə ölkəmizdə Hindistan hökumətinin etnik azınlıqlara qarşı repressiv siyasətinə əsr edilən iyun 1984 Amritsar hadisələri, Hindistanın etnik azınlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində adlı beynəlxalq konfrans keçirildi. Hindistan hökumətinin repressiv və sistemli ayrı-seçkilik siyasətindən əziyyət çəkən dəlit icmasının nümayəndələri də ilk dəfə olaraq ölkəmizdə keçirilən tədbirlərə qatıldılar. Tədbirdə həmçinin Sikh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və Amerika Birləşmiş Ştatlarındakı nüfuzlu nümayəndələri, eləcə də beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sayəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak etdilər. Bakı Təşəbbüs qrupunun icraçı direktoru Abbas Abbasov Amritsar hadisələrinə toxunaraq bildirdi ki, bu hadisələr Hindistanda etnik azlıqlara qarşı törədilən repressiya və diskriminasiya siyasəti tarixində bir dönüş nöqtəsidir. Biz bildiyiniz kimi keçən il 2025-ci ildə Sikh icmasının nümayəndələri ilə başladıq əməkdaşlıq eləməyə. 2026-cı ildən isə dalitlərlə ilkin təmaslar quruldu və ilkin danışıqlar aparıldı və növbəti aylarda dalitlər ilə biz birgə layihələrimizi ictimaiyyətə açıqlayacağıq. Dalitlər, onlar da etnik azlıqlardır və təəssüf ki, illərdir repressiyalara və diskriminasiyaya məruz qalan etnik azlıqdır. Onların sayı təqribi 320 milyona yaxındır, amma buna baxmayaraq Hindistan hökuməti bugünə qədər onlara diskriminasiya və repressiya aktlarını tətbiq edir. Kanadada Sikh Federasiyasının rəhbəri Moninder Singh jurnalistlərə açıqlamasında qeyd etdi ki, Bakı Təşəbbüs qrupu ilə əməkdaşlığı və qarşılıqlı anlaşma əldə etməyi səbirsizliklə gözləyirik. Bu ölkə və bu torpaqla həqiqətən dərin bağlarımız var. Azərbaycan xalqına və bu regionun insanlarına minnətdarıq ki, bizə 1984-cü ilin iyun qətliamı, soyqırımı kimi qiymətləndirdiyimiz hadisələr Sikh xalqının suverenliyi uğrunda Xalistan hərəkatı barədə danışmaq imkanı verirlər. Eyni zamanda soyqırımı və işgəncələrin qurbanı olmuş insanların səslərinin eşidilməsi, adlarının unudulmaması və hekayələrinin bütün dünyaya çatdırılması vacibdir. Bakı Təşəbbüs qrupu sayəsində öz hekayəmizi qlobal auditoriyaya çatdırmaq imkanı əldə etmişik. Azərbaycan xalqı bizi dinlədi və fikirlərimizi ifadə etməyimiz üçün hörmətli bir platforma təqdim etdi. Qeyd edək ki, konfrans çərçivəsində Bakı Təşəbbüs qrupu və Beynəlxalq Sikh Federasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Bakı Təşəbbüs qrupunun icraçı direktoru Abbas Abbasov və Kanada Sikh Federasiyasının sədri Moninder Singh imzalayıb. Memorandum tərəflər arasında akademik, tarixi və mədəni tədqiqatlar sayəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Sənəd çərçivəsində mədəni və elmi mübadilə, məsləhətləşmələrdə, müzakirələrdə və ya tədqiqat tədbirlərində iştirak etmək üçün tədqiqatçıların, tarixçilərin, mədəniyyət sahəsində mütəxəssislərin, alimlərin və bir sıra ekspertlərin səfərləri nəzərdə tutulur. Həmçinin müxtəlif konfransların, dəyirmi masaların və digər tədbirlərin təşkili planlaşdırılır.